gəlir, belə hallar baş verir. Səsim özümüzdən dəyişir. Birinci bölümünə görə içərilərində müəllimlərimizə hansı fərqlərlər var burada? İqtidarlar, qəsəd iqtidarlar. Həm bizim kurs hədəfi müəllimlərdir, həm də kənardan gələn müəllimlərdir. Biz də təhsil adamı çərçivəsində bir dərs sizə təqdim edəcəyik. Bu dərsdə həm sistem dərsi olacaq, həm yaradıcı tətbiq etmə olacaq. Bizim belə düşünürük ki, yəni sistem müəllim olaraq, bəzən müəllimlərə deyirlər ki, sistem dərsi nümunəsi təqdim edin, onlar yaradıcı işlə sistem dərsi qarışdırır. Yaradıcı bir şeylər hazırlayırlar və bu dərsin adını adlandırırlar sistem dərsi. Yəni bizim bu dərsdə təqdim edəcəyimiz 2 nümunə var. Həm sistem mərhələsi var, həm yaradıcı iş tətbiq etmə mərhələsi var. Siz özünüz bu prosesin içində olacaqsınız və sizə də aydın olacaq ki, sistem necə olur və yaradıcı tapşırıqları yerinə yetirmə, yaradıcı iş necə olur. O zaman başlayaq dərsimizə. Dərsimiz mövzunun adını biraz dəyişmişik ki, biraz daha maraqlı olsun. Mavi dərinliklərin sirri adlanır. Biz bugün dənizlərin, okeanların dibindən bəhs edəcəyik. Slaydımızdan da gördüyünüz kimi. Motivasiya mərhələmiz Bu var. bizə Diqqətlə baxın. Diqqətlə baxın və Ardıcılığa fikir verin və biz sizə sorular verəcəyik. İndi kim filmə baxır? Bu filmə Söhbət nədən gedir bu? Sizcə biz nədən bəhs edəcəyik bugün? Bir oğlandır. Aha. Deməli o həm suda yaşaya bilir, həm burada yaşayır. Ancaq burada çox çətinliklə yaşayır. Suya daha çox meyillidir və bu onda bir problemlər yaranır həyatında. Hansısa problemlər yaşanır. Bu barədə. Çox sağ olun. Başqa mənim demək istəyən var? Mümkündür belə. Doğrudan insan suda yaşaya bilər mi? Doğrudur, bu Aleksandr Belayevin əsəridir, Amfibiya adam əsəridir. 1962-ci ildə filmə alınmış bir əsərdir. Aleksandr Belayev özü macəra fantastik janrında yazan bir yazıcı olub, Rus yazıcısı olub. Və onun çox maraqlı əsərləri var. Onun əsrin 1920-ci illərdə yazdığı əsərlər indi hal-hazırda real həyata keçirilir. Əsərin özündə filmdə sadəcə oğlu üzərində bu eksperiment bizə göstərilir. Amma kitabın özündə isə o bir çox heyvanları bir-birləri ilə genini dəyişərək yeni heyvan növləri yaradır. Pələnglə, başqa bir heyvanla, meymunla, digər bir heyvanla və orada hal-hazırda isə elmi tədqiqatlar artıq bir neçə inkişaf etmiş ölkələrdə belə heyvanlar artıq var, nümunəsi bizdə var. Bizim bugünkü əsərimizdə və bugünkü keçəcəyimiz mövzuda da bizim qəhrəmanımız ikili mühitdə yaşamaq istəyir. Bizim bu əsərin filmdə göstərilən oğlan kimi, ixtiyarlı kimi. Sizcə ikili mühitdə yaşaya bilər miyiz? İnsan həm su altında yaşasın, həm burada yaşasın. Bunlar nə olur? İnsanlar hansı maniyalar yaradır ki, insan ikili mühitdə yaşaya bilmir? İnsanların ağız yerine tənəffüs edir. Ağız yerine tənəffüs edir. Yəni qərsəmə yoxdur. Suda burada yaşayanlar da deyir ki, məsələn, qərsəmə tənəffüs var, suda yaşayanlarda. Ona görə də insan olmadığına görə insan yaşayır. Doğrudur. İndi biz bugünkü mövzumuzda da bu dərsi, bugünkü mövzumuz da su dərsindən bəhs edir. Bizim bu mövzumuzda olan qəhrəmanımız su dərsi də istəyir ki, necə olur ki, insanlar suyun altına evirsə, o da istəyir ki, burada yaşasın. Ona görə mən sizə bu hekayəni
İndi biraz kənara çıxın. Biz ikili dərs aparırıq. Bəzən müəllimlər deyəndə ki, inteqrativ dərs, iki fənn müəllimi eyni dərsdə olsun, biraz müəllimlərə çətinlikdir. Bizim bu dərs nümunəmizdə də biraz metodik yanında indi biraz siz də bilirsiniz, zaten bu mövzuları keçirsiniz. İki müəllim necə olur ki, bir dərsdə olur, bu bir-birlərinə mane ola bilər. Amma bu nümunə sizə də bizə göstərir ki, dərsdə müəllimlər heç birinə mane olmurlar. Hər müəllim öz sahəsini keçir. Sadət müəllimə ilə mən ikimiz də 4-cü sinifdə dərs keçirik. Bu keçdiyimiz mövzular həm Azərbaycan dili və həm də həyat bilgisi ilə əlaqəlidir. Biz birlikdə dərs keçəndə onlar yəni sadəcə oxuyanlar həm onlara dərs maraqlı olur, həm onların gələcək biologiya haqqında olan bilgiləri də daha da genişlənir. Bu dərsimizi biz onun üzərində qurmuşuq və bizdə eyni zamanda tədqiqat dərsləri olur. Tədqiqat dərsində də bizim sizin qarşınızda olan düzəltdikləri həmin dərslərdə onlar düzəldirlər eyni zamanda hazır nümunə şəklində. Azərbaycan dil dərsində daha çox yazmaq, oxumaq, dil qaydasına yönəlsək də, həyat bilgisində də bu mövzuları genişləndirirlər, tədqiqat dərsində isə bunlar düzəldilir. Bəli, bizim məktəbimizdə artıq bu ildən tədqiqat dərsi tədris edilir. Çox maraqlı, uşaqlar bu dərsə sevə-sevə gəlir. Biz dərslərdə öyrəndiyimiz materialları dərslər reallaşdırırıq. Yəni artıq uşaqlarımız bu mövzuları işləyirlər, 4-cü siniflərimiz işləyirlər. Bir də bizim hədəf liseyində dərsi dərsdə öyrən proqramıdır. Yəni uşaqlar evə kitab aparırlar, hər şeyi sinifdə oxuyurlar və dərsi elə eləməliyik ki, biz onlar zəhmət çəkib sinifdə oxuyub öyrənib evə getsinlər. Kitabsız, heç bir şey yəni vəsaitsiz, çantasız evə gedirlər. Ona görə biz dərslərimizi elə qurmalıyıq ki, uşaqlar onu dönə-dönə oxusunlar, oxuyacaqlarını da sinifdə oxusunlar, anlasınlar. Sadəcə olaraq, əgər biz dərsdə onları mövzuya maraq yaratsaq, onlar o dərsi evdə araşdırırlar. Yəni onlara, məsələn, əsərin müəllifini araşdıra bilərlər, həmin mövzu ilə əlaqəli, bugün məsələn mövzumuz Supersidir, cizgi filminə baxırlar, kitablar gətirirlər, özləri kənar materialları gətirib bir-birləri arasında müzakirə edirlər. Ona görə də dərsləri biz müxtəlif metodlarla oxuduruq uşaqlara. Hissə-hissə oxuma da var, səssiz oxuma da var, biri oxuyub digərləri onu dinləmə də var. Bugün isə fərqli bir metoddan istifadə etmişik. Sizin qarşınızda faylın içərisində hekayəmizi biz hissələrə bölmüşük, 4 hissəyə bölmüşük. Eyni zamanda orada qayçılar var. Bu videonun içərisində Zigzag surədə bir dənə bizim skoçumuz var. Bir nəfər bu hekayəni, digər 4 dənə müəllimənin kürəyini yapışdırırlar. Əgər sizlərin oxumalı fərqləri dinləyin. Sonra isə hansı birinci hissədə, hansı ikinci, 3-4 bunu bilirsiniz. Və yalnız kürəyində yazılan müəllimlər, digərləri mane olmasına xahiş edirəm. Özləri bir-birinin kürəyindən dönə-dönə oxuyaraq birinci, ikinci, üçüncü, 4-cü hissə əsərin başlanğıcından sonuna qədər ardıcıl şəkildə düzəcəkdir. Bunun üçün sizə 10 dəqiqə vaxt verirlər. Mənə deyirlər ki, 10 dəqiqə kifayət edəcək. Buyurun, vaxtınız gedir. Bir nəfər mənəsiz. Siz de o mənimle yapışın, mənimle de size yapışırsınız. Kağız düştü mənimle. Siz durun. Siz gelin. Siz buraya gelin. Yazık kaldık taşlarına. Sen buranı çəkirsən deyə işığı bura qoymuşsan da. Birazdan bizi qaranlığa qərq eləyəcəksən. Durun, zəhmət olmasın. Bilmem, senin elini sevdim.
Şimdi olsun. Yani şimdi yapacağız. Aha, biz bunu hazırlayalım.
Yaxşı müəllimlər, çox sağ olun, təşəkkür edirəm. Vaxt bitdi. Özəyə gəldik, amma ardıcılığı düzür. Gəlin əvvəlcə baxaq belə birinci ardıcılıqda. Hər qrup birinci hissəni hansı mövzudur? Hansı səhifəni götürmüşsünüz? Siz hansı götürmüşsünüz? Bakın bir cümlə oxu bizə gəlirsə. Açıq dənizdə siz hansı seçirsiniz? Yaxşı. İkinci hissə siz hansı seçirsiniz? Sizdə siz üçüncü hissə? Süpersin. Ağolanda rəsm. Və dördüncü hissə şəhər gəzmək, insanları yaxından tanımaq, İndi isə gəlin baxaq görək, biz ardıcılığı düzgün olmuşuq. Bu əslində burada biz sadəcə yeni başlıqları soruşduq. Amma bunu uşaqlarla birlikdə biz oxuyuq. Hissələri ardıcılarımız oxuyuq. Hətta ola bilər ki, birinci hissələrdə öz hissələrini təqdim edə bilər, işlərdə öz hissələrini təqdim edə bilərlər. Və mən belə başa düşürəm ki, siz ardıcılığı düzgün qurmuşsunuz. Bu əsərin müəllifi təbii ki, istənilən Azərbaycan dillərisi olsun, mütləq əsərin müəllifi haqqında məlumat verilməlidir. Əsərin müəllifi Hans Christian tanırsınızdır. Siz onu məşhur əsərlərdən tanıyırsınız. Qarkraliçası, Düyməcik, Çirkin Ördək Balası, Kralın Libası, Yeni Libası adlı əsərlərini bilirsiniz. Məşhur yazıcıdır və özü də əslində aktyor olmaq istəyir. Amma aktyor ola bilmədiyi üçün, bu qabiliyyət olmadığı üçün artıq teatrlar üçün əsərlər yazmalı. Öz bu enerjisini, bu həvəsini bu yolda formalaşdırmağa çalışır və yazdığı əsərlər də dünyaca məşhur əsərlərdən Danimarka yazıcıdır. Bəli, Danimarka yazıcısıdır. Keçmə-keçdi bir həyatı çox doğruyub, atası erkən yaşında itirib, öcək atlarla böyüyüb və müxtəlif şəhərləri gəzərək incəsənətə maraqlı olduğu üçün, amma bu qabiliyyət onda olmuyor. Ona görə də yazıçılığa meyilli. Doğrudur, Açıq dənizdə suyun rəngi gömgöydür. Yəqin ki, siz oxuduğunuz hissələri, çünki orada olan içərisində olan məlumatlar bizə lazım olacaq və müəyyən bu dərsin bu hissəsində eyni zamanda uşaqlarla da sual cavab edirik. Bizim süperimiz suyun altında yaşayır. Biz burada bir məqamı dəyişmişik. Səadət müəllimənin köməyi ilə. Azərbaycan dil kitabında yazılmışdı ki, sarayın təsviri verilir və kəhrabalarla bəzənmişdi. Səadət müəllim isə dedi ki, bu doğru deyil. Kəhrabalar suyun altında olunur. Suyun altında olan kəhrabalarla olmaz. Bunu biz divarlarla bəzəndik. Yəni, o əsəri siz məktəbdə tədris edəndə də onu deyə bilərsiniz. Siz onu Mirvari ilə o lüğətdə var idi. Və o suyun altında yaşayır və müəyyən yaşdan sonra artıq suyun üzrə çıxmağa ona icazə verilir. Lakin gözəl səsi var idi, bunu mahnı oxuyurdu, dənizçilər onun səsini eşidirdilər. Bir gün dənizdə fəlakət baş verir, gəminin biri batır və orada bir nəfəri bir oğlanı xilas edir. Sonradan isə artıq insanlara olan marağı onu sahilə çıxmağa, quruya çıxmağa şövq edir və öz səsini cadügərlə dəyişib, cadügər deyir ki, əvəzində səsini ver, mən sənə müəyyən müddət içərisində kömək edə bilərəm ki, sən burada gəzə biləsən. Və o dəyişir bunu. Burada da çox maraqlı uşaqlarla ideyalanma olur və hətta bizim sinifdə bir uşaq var, Dünya müəllimə tanıyır, Ərtoğlu, deyir ki, həyatda heç bir şey qarşılıqsız deyil. Yəni, uşağın nəyisə istəyirsənsə, nəyisə özündən qurban verməlisən. Çox maraqlı mənə gəlmiş ki, uşaqlar bu dərəcədə dərin düşünə bilirlər. Və öz səsini qurban verir, qarşılığında ona cadügər deyir ki, gün batana qədər sən ancaq burada gəzə bilərsən. Sahilə çıxır və həmin oğlanla qarşılaşır. Buna oxşar cizgi filmləri var bir neçə dənə. Oğlanla qarşılaşır, nə olur, uşaqlar baxmışdılar, geri dönüş eləmişlər, rus dilində var, türk dilində var, ingilis dilində var. Müxtəlif dillərdə cizgi filmləri var, bir-birlərinə ideyaca bir-birlərinə yazır. Və bütün günü şəhəri gəzir. Və onlar qızı görəndə elə bilir ki, onu da su pərisi xilas edir. Oğlan deyir ki, mən də burada batmışdım bu dənizdə. Mən də buradan çıxmışdım və mənə bir su pərisi deyirlər xilas edeyim. Və yanındakı insanlar da fikirləşir ki, su pərisi var, cəfəngiyatdır, hamısı belə buna inanmırlar, yəni belə bir fikrin olduğunu. Və qız da düşünür ki, desin su pərisiyəm, ondan sonra düşünür ki, bu ayaqları üstə duran su pərisi ola bilməz. Ona görə fikrindən daşınır, amma günün sonunda şəhər o qədər gəzir ki, hər şey ona o qədər maraqlı gəlir, yadından çıxır zaman və baxır ki, artıq gün batır və o yenidən su pərisinə çevrilir.
Həmin oğlan və kənardakı olan insanlar onu xeyirxahlıqla, eyni zamanda əsər çox pozitiv bitir, onu dənizə, öz vətəninə, öz yaşadığı mühitə dənizə göndərirlər və onunla sağollaşır. Sadəcə o dənizin sahilində olan və su pərisini görən insanlar su pərisinə inanırlar. İndi mən sizə soruşmaq istəyirəm. Siz su pərisinə inanırsınız? Heç kəs inanmır. Amma bəzi, bir də biz bura nə bulmuşuq? Lüğət üzrə iş. Təbii ki, dərsi, mövzunu birinci uşaqlarla biz oxuyuruq. Oxuyandan sonra biz onlara deyirik ki, başa düşmədiyimiz sözləri, söz boğçası var o iş. Söz boğçasında olan sözləri biz zaten slaydımıza qoyuruq. Təxmin edirik ki, bu sözlər uşaqlara çətin olacaq. Amma uşaqların özünə soruşuruq ki, birinci işimiz. Siz hansı sözlərin mənasını başa düşmədiniz? Bəzən olur ki, adi gündəlikdə işlətdiyimiz sözləri bizdən soruşurlar ki, mənqəbun mənası nədir? Bu zaman uşaqların özlərindən bilənlər, bilməyənlərə izah edirlər və söz boğçasında olan sözləri mütləq uşaqlara şəkillər şəklində mümkündürsə, şəkillərlə onlara izah etmək lazımdır. Biz bəzən dərslərdə oturup müəllimə adi sözləri gözlə görüləcək bir əşyadırsa onu sözlərlə izah edir. Amma məsələn, kəndir sözünü. Kəndir sözünü uşaqlar ipdir, qalın ipdir, bir-birini öyrənmiş ipdir. Cümlədə işlətmək. Amma o sözün şəklini qoymaq, Sonra da cümlədə işlətmək. bəli, onu göstərmək o uşaqlara yaddaşında daha yaxşı qalır. Mən də sizdən məsləhət deyim, istədiyim odur ki, uşaqlara şəkillərlə söz boğçasını izah eləmək daha asan olur. Orada mərcanlar var idi və filmdə də bayaq görürsük, oğlan dənizin altından qızın çantası düşmüşdür. Suyun altına və o bir çantayla birlikdə əlində bir şey getirmişdi, əyri bir şey. O mərcan şəhərlərdə əslində müxtəlif rənglərdə ola bilir mərcanlar. Bəli, canlı varlıqlardır, balıqların əsasən yaşadıkları və gizləndikləri bir məkan kimi deyə bilərik. Bu isə geniş şəkildə uşaqlara qoymuşdur ki, daha yaxşı öyrənsinlər. Su pərilərinə isə müxtəlif fikirlər var. Christopher Columbus və digər Henry Hudson fikirlər irəli sürüblər ki, gördüklərini, yəni əsasən bunu hal-hazırda da filmlərə də biz araşdırma zamanında baxdıq ki, Bakıda da görüblər, müxtəlif su kənarı ölçülərin əksəriyyətində bəzi insanlar var ki, balıqçılar var ki, biz görmüşük, iddia edənlər də var. Amma daha çox Christopher Columbus öz qeydlərində qeyd edir ki, biz belə bir varlıqlar görmüşük, qadına bənzəyir, ağ idi, qara uzun saçları var idi dənizin içərisində və gözəl deyil. Yəni, bizim cizgi filmlərdə gördüyümüz qədər gözəl olmadığını iddia edir. Henry Hudson'un isə dənizçiləri ona deyir ki, biz gözəl bir qadın görmüşük, uzun qara saçları var idi, gözəl idi və bunun gözəl olduğunu öz qeydlərində gördüklərini qeyd edirlər. Amma alimlər də sübut edirlər ki, əslində su pərisi yoxdur. Su pərisi, dənizçilər uzun zaman dənizdə olurdular və bu ekipajda olanların əksəriyyəti kişilər oldular və insanlardan uzaq, ailədən uzaq, hər şeydən uzaq dənizin içərisində aylarla gedirdilər. Və ola bilər ki, onların o gözlə göründükləri sadəcə bir illüziyadır və ona görə də onlar o dənizin içərisində olduqları bir varlığı bir gözəl bir qadın kimi görür. Çünki hamısı kişidir və dənizin ortasındadırlar. Ona görə onların gözünə belə bir görüntü ola bilər, gələ bilər. Və bunlar dəniz inəkləridir. Artıq nəsli kəsilmək üzrə olan canlılardır, amma hardasa 18-ci, 17-ci əsrdə dəstə şəklində yaşayırdılar. Onlar yosunlarla qidalanırlar və ancaq yosunlar olan yerdə olurlar və yosunlar onların başına keçirmiş. Və bunu nəyə görə qadına bənzəyir? Qabaq hissələri, üzgəcləri dol formasında, biraz uzanır, görürsünüz. Bu şəkildədir və başına da yosun keçdiyi üçün onlar qaranlıqda ayın işığı düşdüyünə görə su pərisi şəklində həmin o dəniz inəklərini görürlər. Su pərisini bir daha incə görürüz. Onların təsvirlatları, böyle arzulurlar, düşüncələri də onlar. Amma əslində isə görürsünüz, burada artıq bir yerdə də yaşayırlar, amma nəsli kəsilmək üzrə dəniz inəkləri. Ona görə də alimlər bunu belə sübut edirlər. Yəni, heç bir elmi bir araşdırma sübut yoxdur ki, su pərisi var, yoxsa yoxdur. Bəs biz dərsimizin əvvəlində dedik ki, insanlar ikili mühitdə yaşaya bilməz və uşaqlara da gördüyünüz uşaqlarında izah etdiyi, müəllimə də izah etdiyi. Burada yaşayan insanlar oksigenin qidalanırlar, ağciyərlərimiz var. Suyun altında yaşayan bəs canlılar necə qidalanırlar, nəfəs alırlar, tənəffüs edirlər.
Səsini alaq. Səsini. Deməli, biz danışdıq canlıların tənəffüsü. Hə, belə. Əvvəlcə olmasın var. Yox. Elə baxa-baxa da izahat verir. Deməli, biz deyirik ki, suda yaşayan canlılar qəlsəmələrlə tənəffüs edir. Uşaqlar üçün də maraqlı olan ən qəşəng nümunə balıqdır ki, balıq necə tənəffüs edir? Balıq bilirik sudakı oksigenlə tənəffüs edir. Bəs bu proses necə gedir? Deməli, balıq ağzını açır, su daxil oldu ağız hissəsinə. Burada isə qəlsəmə qapaqları var. Qəlsəmə qapaqlarını açarkən ağzından daxil olmuş su, qəlsəmə qapaqlarındakı pərlərin, yəni burada qəlsəmələr xırda-xırda nazik pər şəklindədir və qırmızı rəngdə görülür. Pərlərin üzərinə su yuyur, bu axın güclü olduğuna görə difuziya nəticəsində burada suyun tərkibində olan oksigen, burada olan qan kapilyalarını görürük, kapilyalara daxil olur. Çoxumuz balıq alanda balıq alanlar bilir ki, həmişə balığın yeni olması üçün qəlsəməni açılar, qırmızını görürlərsə deməli bu doğrudan da yeni balıqdır, təzə balıqdır. Bunu bilirsiniz. Amma o deməkdir ki, artıq o sudan təzə tutulur, qırmızı da budur ki, orada sudan qəbul etdik, burada görürük qan damarlarını, oksigenlə zəngin olan qan, digərsə karbonla zəngin olan qan, hansı ki, oksigeni qəbul etdik, digər kapilyalar isə bədəndən gətirdiyi karbon qazı yenə də burada o güclü təzyiq nəticəsində sıxılır və beləcə də o karbon qazını xaric edir. Amma insanda isə... İnsanda isə tamam fərqlidir. Baxırıq. Ventilation works This in would pressure changes. Inhalation. Deməli, bir də deyək, belə. Deməli, müəllimələrimizin çoxusu bilir ki, balıqlardan başqa da suda yaşayan canlılar var. Onlar da qəlsəmələrindən tənəffüs edirlər və müəllimələrin içərisində yəqin İlya müəllimimiz cavab verir. Hansı canlıdır ki, o da qəlsəmə olmadan, daha doğrusu balıqlardakı kimi qəlsəmə yarıları yoxdur, amma tənəffüs edə bilir. Akılan diyebilirler. Başqa. Digər canlılar. Aha. Delfin balina. Onlar isə Onlar akciğerden Akciğerden tənəffüs tənəffüs göre yoktu. Ama uşaqların artıq gəlsəmin yarını var, gəlsəmin qapağı yok. yoxdur. Bəli. Amma balina ilə delfinlər isə artıq uşaqlar aşağı sinirlərdən bilirlər ki, onlar suda yaşayan məmməlilərdən akciğerlərini tənəffüs edirlər. Ona görə də tez-tez onlar suyun üzərinə qalxır. Biz bunu məktəbimizdən keçirilən aynı layihəsi var ki, hansı ki biz orada təcrübələr etdik və burada hazırladığımız bir dərbi canlıları ki, orada göstərmişik maketdə təqdimatımıza hazırlamışıq. Belə. İndi baxırıq, bəs insanda tənəffüs sistemi necə gedir? Deməli, sistem olaraq artıq uşaqlar bunları da bilirlər. Biz onun üçün tədqiqat dərslərində, kitabçalarda hazırlamışıq ki, hansı sistemlər orqanizmamızı təşkil edir ki, bunlardan biri də tənəffüs sistemidir. Burun boşluğundan daxil olan oksigen, artıq biz burada ağciyərlərin içərisində alveollarda gedən prosesləri görürük ki, kiçik-kiçik qovuqcuqlardır. Burada kiçik qovuqcuqlara daxil olmuş, yenə biz bayaqlar qəlsəmələrdə gördüyümüz kimi, burada iki damarı görürük, oksigenlə zəngin olan qan, digərsə karbonla zəngin olan. Yəni, orqanizmadan geri dönüş edən bu mavi rəngli damarları görürük ki, kapilyaları görürük ki, onlar özünlə toxmalardan, orqanlardan gətirdiyi karbonu ağciyərlərə, alveollara gətirir. Ağciyərlərə daxil olmuş oksigen isə artıq biz burada baxırıq, hüceyrə arası məsafədə ağciyərdə sıxılmalı, yəni genişlənir və sıxılır. Bu zaman difuziya nəticəsində oksigen qana daxil olur, karbon isə xaric edilir. Beləcə də insanlarda tənəffüs prosesi baş verir. Eyni zamanda da uşaqlar artıq 6-cı sinifdə sadəcə 5. 5-dən artıq 5-ci sinif təbiət dərsinə hazır olurlar. Artıq biz bunları maketlərini dərslərimizə hazırlamışıq. Yəni, İndi isə sizinlə birlikdə biz akciğerləri hazırlayacağıq. Əslində biz Mustafa müəllim də bizə məsləhət eləmiş ki, bəlkə qəlsəmələri də hazırlayasınız. Sadəcə mən bilək ki, bu həm 4-cü sinif
Ama Diğerine bağlı. Seçmesin de. Evet, abi onu yandır da. Buradan çıkmadı. Yukarıda. Üstte. Bak orada. Aşağıda. Yukarıda. Aşağı. Ama sizin dışarıda. Bak şurada kıvamlı seçtiğini. Bunlar da bu şeydi. Sonra da kapı şeyin ayarı. Ben de şeydi. Burası şeydi. Satıcı elemeden alırsan. Ne? Satıcı elemeden seçmeden. Seçmiş herhalde. Seçmeye demek öyle. Diğerinde kapılar güzel. Aklın kapısı o için bir şey. Aklın kapısı yapışmamışsın. Onlar da seçmişim herhalde. Sonra hepsinden seçmiş. Onun için bir tane cepti. Vallahi.
Çok lazım değil. Mehmet bir deneyin onu. İstiyorsanız özümüzünkini de o burada eğriliği var o düz. Gel burada gösterdim bu düzdü. Biz burada diyafragmanın işini görürük. Diyafragmanın yolları işlerinde akciğerlere, akciğer işlemesinde Şarkımda yok. Şarkıda Deməli müəllimlər, biz bayaq dedik ki, sistem və yaradılışı iş. Bunu düzəltmək bu artıq sistem. Sistem budur. Niyə görə biz bu ifadədə sistem deyirik? Çünki burada sırf elmi bağlıdır. Elmi bir iş. Yəni burada bu bəzəyinə, düzəlmə, şarkımız olsun, yox şarkı uzun məsələn, sarı olsun, tutuşların keyfiyyəti, bu aşağıdakı şarlar bizə bu əhliyyə verir. Yəni burada olan şey, yəni insanın da organizm olduğu üçün Ama şarkı şişmiyor. Şişmeyəcək, mən çünki o balaca şarkı. Burada şişir. O balaca Sizde mesela bir daha bakalım göre işler. hazırlanmalarınızı özünüz anlayabilirsiniz. Siz ne boşladınız yani? Onu Siz ne bize yaptınız? Neyle? O zaman bir de sonra dile koyun. Bizim bu gördüğümüz iş sistem budur. Yani sistemde biz bunun güzelliğine, bu renklerine fikir verdik. Onu güzel dersi Saadet Mərdəvsi buradadır.
Yəni biz bu işə baxınca bu insan orqazminin bir hissəsidir. O hissəsi necə yerinə yetirir? Diyaframlarda indi Sadiq mənə izah edəcək. Arzu müəllimlər, biz niyə görə bu hissələri bağladıq? Spot vuranda ora hava dolur. Bizə lazımdır ki, hava olmasın. Yəni, döş qəfəsində hava olmur. Burada baxırıq, diafragmanın yuxarı və aşağıda eriməsi nəticəsində, burada yanan təsir nəticəsində baxırıq, akciğerlərə hava dolur və xaric olur. Ona görə də bu hissə bağlanmalıdır ki, orada boşluq olmasın. Boşluq olanda o proses getməyəcək. Belə bir şey. Yəni, uşaqlar da onu tam başa düşürlər ki, nə üçün biz bu hissələr bağlayacaq, havasızlıq olmalı. Yəni sistem iş belə olur. Sistem iş sırf bir hansısa bir elindən bağlı olmalıdır və düzəltdiyiniz hansısa bir iş, əl işi, burada gözəldir, yəni burada estetikliyə çox direkt çevirmək düzdür, lazımdır, çünki istəyən var, orada fark var. Amma əsas burada bir elmi nəticə olmalıdır. İndi isə bizim düzəldəcəyimiz, digər işimiz, bu isə yaradıcı tətbiq elə olur. Bəli, düzəltmişim. Burada var. Haradasa bir elmi toxunuşlar var. Yəni uşaqların məlumatı var ki, dənizin altında hansı canlılar yaşayır, yosunlar bitir, balıqları var, dəniz ulduzu var. Amma sırf biz bunu yaradıcı iş kimi tətbiq edirik. Buna biz sistem belə bilmirik. Bu yaradıcı iş. Sistem burada. Biz yaradıcı işe başlayabiliriz. Yok, siz yayınlayacaksınız. Bildiğiniz şey bu. Niye? Süper sizin de var. Birimiz bunu hesaplayacağız. Sonra bu arada Hörmətli müəllimə, necə dəqiq dinləyək? Biz bunu necə eləmişik? Boşqabın bu hissəsi kəsmişik. Altından şəffaf hissədən bunu laminasiya kağızıdır. Sadəcə bu boş laminasiyadan çıxartmışıq ki, möhkəm olsun. Bu iki laminasiya kağızıdır. Bu ağız hissəsini kəsmişik, altına qoyub üstünə bir dəfə onu yapışdıracaqsınız. İçərisini göy rəngdə mafiynə rəngləyirik. Burada görsək, şəffaf kimi bir şey var, tam da rəngli. Yavru olmuş. İçərisində su pərsini şəkillərin altına plastiğe yapışdırılır ki, 3D formatında olsun, biraz kabarık olsun. Ve aşağıdakileri de kapatıp yere yapıştırılır. Farklı sizin özünüzün yaratacağınıza dizayn. Burada estetikliğe için verir. Önemli. Bu yaratıcı iş. Şekillerin altına plastiği yapıştırın ki şekiller kabarık. Üstüne yapıştırır. Balıklarımız ise iple burada uçulur. Çekip getirebilirsin ancak. Ben sana açabilirsin. Bunu göbeliğe çevirir. Burada ise tepkiye çevirir. Ama burada tutulmaştır. Eğriyle kırmızı yaşıyor. Esas bunu tutuştur. Bu ise yaratıcı çalışıyor. Sonunda siz bunu sonrasında bundan böyle düzenlenecek koymak zorundayım. Siz ama bu ikram hakkında göre iskoçuna burası asmak için. Çıkartacaksınız. Burada balıkları asmak için. Biri ise burada arkada olacak. Onu asmam. Bunu da asmak. Diğer gruplara da verin. Orası şey, Sadece bize karışık lazımdır, yaşak. O olsa şekilleri Ak görsənəcək yəni.
Siz yani yansıma öyle şeyler öğretmenleri onların güzellikleri sadece size masada ne yapacaklar? Bıçağımız var ediyor bizim. Ben de sana senin bıçağı var. Bıçağımız var. Bir ben olmanı yapacağım. Canım benim. Ben de sana falan. Süper sana. Bu aslında var bir parçası. Bilmem kadarıyla. Bu kadarıyla mı değil? Altına 3'te yaz. Tamam, hadi getirelim. Topçu da süper. Verin yapıştırın. Çay saati. Ama aşağıda yer
Gel. Var da burada, ben de taşlamayayım. Dersi başlıyor. O denemoni gösterir. Denemoni gösterir. Burada bakıyorsunuz. Sizler çok ama basıncı yapmıştım. Biraz da çok ele gelmemiş. Aslında
Benim çift getirip size çay düşsün. Çay bahsine yeni hanaya düşürsünüz birinci ben. Çünkü 11 Eylül'de növbət təlimimiz başlayır. Üstünü getirin zəhmət olmasa. 11 Eylül'de növbət təlimimiz başlayır. Buyurun. Müəllimə bəciki taxın. Bəciki düzəldin. Çok sağ olun müəllimlər. Birinci təlimizdə iştirakınıza görə teşekkür ediyorum. Ümid edirəm ki, verimli bir təlim. Nələrsə öyrənebildik, nələrsə sizə izah edə bildik. Bu sadəcə bir sistem bir dərs nümunəsiydi. Təbii ki, daha gözəllərini siz öz sinfinizdə, öz məktəbinizdə yarada bilərsiniz. Biz sadəcə bir balaca sizə kömək eləmək istədik ki, sistem dərs bu şəkildə təşkil olunur. Sizin dinləş sözünüzdə fikriniz varsa, biz sizin Sadiq müəllimə Artıq biz gördük ki, müəllimələrimizin çox yaradıcı müəllimələrdir. Onlar əl işlə, hazırladılar. Bir ağciyər modeli, bir də okeanda olan canlıları hazırlarlar. İstədiyimiz kimi səliqəli alanı. Onlar da öz məktəblərində, öz dərslərində, bu nümunələrdə istifadə etsinlər. İnanıram ki, sizin üçün də maraqlı olacaq. Çox sağ olun. Çox sağ olun. Təşəkkür ederim. Belə gözəl belə gözəl dərs nümunəsi təqdim edin. Çox xoş oldu həqiqətən də. Real dərsdə işləmək həqiqətən də bizim üçün də bir təcrübə oldu. Sağ olun. Teşekkür ederim. Sağ olun. Müəllimə.